Təsriflənməyən feillərə keçməmişdən qabaq təsriflənən feil anlayışından və təsriflənməyən feil anlayışını bir-birindən fərqləndirmək lazımdır. Bugün keçirik sizlə nəyi? Təsriflənməyən feillər. Təsriflənməyən. Mən bu təsriflənməyən feillərə ögey feillər deyirəm. Çünki bunlar təbii feillər deyirlər, qarışıqdırlar. Həm feilin xüsusiyyətlərini daşıyırlar, həm də başqa nitq hissələrini. Məsəl üçün, məsdər isimlə feilin eyni anda xüsusiyyətlərini daşıyır. Elə bil ki, dədəsi feildir, anası məsdərdir, isimdir. Qarışıqdır da, elə bil ki, Azərbaycanlı ilə Rus evlənir. Aydındır, yarı bundandır, yarı ondandır. Və yaxud da feil sifət, elə bil atası feildir, arvadı da sifətdir, anası da sifətdir. İkisinin də xüsusiyyətini daşıyır. Həm sifət oxşuyur, həm feil oxşuyur. Əslində bunlar feildirlər. Biz axı ata soyadımızdan gedirik. Onun kimi bir şeydir. Feildirlər. Amma ismin, sifətin və zərfin də xüsusiyyətlərini daşıyırlar. Təsriflənməyən feillər 3 dənə uşaqlar. Məsdər, feil sifət və feil bağlama. 3 dənədirlər. Feili bağlama. Bunlar dediyim üzrə təbii feillər deyirlər. Tam 100% feilin xüsusiyyətlərini daşımırlar. İndiyənə kimi biz sizlə işlədiyimiz feilin şəkilləri, feilin qrammatik məna növləri, bax o feillərlə tanış oldunuz, onlar hamısı feilin təsriflənən formaları idilər. Sırf hamısı %100 təbii feillər idi. Bunlar isə qarışıqdırlar. Yarı ondan götürüblər, yarı bundan götürüblər. İndi gəl baxaq. Əvvəlcə təsriflənən feillərlə təsriflənməyən feillərin xüsusiyyətlərinə baxaq. Təsriflənən feilin xüsusiyyətləri necə olur? Bir də təsriflənməyən feillərin xüsusiyyətləri necə olur? Buna baxaraq ondan sonra keçirik məsdərə. Təsriflənməyən. Təsriflənən feil dedikdə bir dəfəlik yadımızda saxlayırıq ki, feilin şəkillərini deyir. Feilin şəkilləri hansı idi? Əmr, xəbər, vacib, lazım, arzu, şərt. Səndən təsriflənən feil istəyirsən, deməli səndən feilin 6 dənə şəklindən birini istəyir. Hər hansısa biri fərqi yoxdur. Səndən təsriflənməyən feil istəyirsə, deməli səndən ya məsdəri, ya feil sifət, ya feili bağlamasıdır. Aydın oldu? Deməli uşaqlar, təsriflənən feillər, qoy bunun rəngini dəyişək. Mümkün dəyişək. Təsriflənən feillər elə feillərdir ki, yalnız feilin xüsusiyyətini daşıyır. Yalnız feilin xüsusiyyətini daşıyır. Xüsusiyyətini daşıyır. Yəni bu 100% olaraq feildir. Təbii, normal feillərdir. Hərəkət bildirir. 100%. Yalnız feilin xüsusiyyətini daşıyır bu feillər, təsriflənən feillər. Şəxsə və kəmiyyətə görə dəyişirlər. Şəxsə və kəmiyyətə görə dəyişirlər. Nə demək bu şəxsə və kəmiyyətə görə dəyişmək? Yəni, mən deyəndə başqa şəkilçi qəbul edir, sən deyəndə başqa şəkilçi qəbul edir, o deyəndə başqa şəkilçi. Məsəl üçün, mən gedirəm, sən gedirsən, o gedir. Görsənmi? Şəxsləri dəyişib mən, sən, o qoyduqca feilin sonluğundakı şəkilçi də dəyişir. Amma təsriflənməyənlər dəyişməyəcək. Yaxşı. Şəxsi və kəmiyyətə görə neynədilər? Təsriflənənlər dəyişdilər. Daha sonra cümlədə yalnız feili xəbər olur. İndi cümlə üzvlərini keçəndə siz görəsiniz ki, bizim 2 cür xəbərimiz var. Feili xəbər, ismi xəbər. Bu 100% feili olanlar ancaq feili xəbər olur. Heç vaxt ismi xəbər ola bilməzlər. Bunlar necə xəbər olur? Feili xəbər olur. Tərkib əmələ gətirə bilmirlər. İndi deyəsiniz, tərkib nədir? Keçməmişik. Amma hələ ki, indidən əzbərin keçəcək gələn dərslərimizdə. Tərkib əmələ gətirmirlər. Və yalnız feilin suallarına cavab verirlər, təsriflənənlər. Nə edirlər? Yalnız feilin suallarına cavab verirlər. İndi gəl təsriflənməyənlərə baxaq. Sualına cavab verirlər. Gəl təsriflənməyənlərə baxaq, görək bu təsriflənənlərdən fərqi nədir? Təsriflənməyənlər feillə yanaşı
ikinci nitq hissəsində xüsusiyyətlərini daşıyır və özlərini ona oxşadırlar. Deməli, həm feilin, həm başqa nitq hissəsinə oxşuyur ya da xüsusiyyətini daşıyır. Başqa nitq hissəsinin xüsusiyyətini daşıyır. Sonra baxırıq. Şəxsi və kəmiyyətə görə dəyişmir. Yəni, qabağındakı şəxsləri dəyişəndə bunun şəkilçisi dəyişmir. Məsəl üçün, gələndə. Mən gələndə, sən gələndə, o gələndə. Görürsən, gələndə dəyişmir. Qabağındakı şəxslər mən, sən, o dəyişirəm, gələndə dəyişmir. Yəni, bu feillər necə feillərdir? Şəxsə və kəmiyyətə görə dəyişmirlər. Bunlar ismi xəbər olurlar. Deyirəm, axı, bunların anaları da başqa hissələrdir. Birinin anası isimdir, birinin anası sifətdir, birinin anası zərfdir. Bunlar analar tərəfə oxşuyublar və heç vaxt feil xəbər olmurlar. Bunlar nə yazırıq? Feil xəbər yox. Necə xəbər olurlar? İsmi xəbər olurlar. İsmi və isimləşə bilən cümlə üzvlərinə ifadə olunur. İsmi xəbər olurlar. Sonra tərkib əmələ gətirirlər. Bunun tərkibi dedim keçəcəyik, hələ ki, eləcə anlayışları əzbərləyin. Tərkib əmələ gətirirlər və sonuncusu. Yox, sonuncusunu yazmışıq. Həm feilin sualına cavab verə bilər. Xüsusiyyətini daşıyırsa, deməli, sualına da cavab verəcək. Deməli, feilində sualına cavab verə bilərlər. Və ikinci nitq hissəsində, məsələn, məstər ismində sualına cavab verəcək. Feil sifətinin də sualına cavab verir. Feili bağlama, zərfin də sualına cavab verir. Həm xüsusiyyətlərini daşıyırlar, həm suallarına cavab verirlər. Feilin həm də digər nitq hissəsinin sualına cavab verirlər. Digər nitq hissəsinin. İndi bunları anlayışları əzbərləyəsiniz. Bir-bir təsriflənməyən feillərin növlərini keçdikcə bu xüsusiyyətləri orada aydınlaşdıracaq. Ki, həqiqətən var. Hissəsinin sualına cavab verirlər. İndi bu təsriflənməyən feillərin birincisindən başlayırıq. Birincisi hansı idi? Məstər. Bugün sizinlə keçirik məstər. Burada yazıram. Məstər. Məstərin uşaqlar özünə məxsus şəkilçisi var. Və həm feilin, bir qulaq as. Həm feilin, həm də anası olan ismin xüsusiyyətlərini daşıyan nitq hissəmiz hansıdır? Xüsusiyyətlərini daşıyan nitq hissəmiz nədir? Məstərdir. Daşıyan nitq hissəsidir. Bircə dənə şəkilçisi var. Mag. Buna da bu şəkilçiyə hər testdə rast gəlirsiniz. Hansıdır? Mag 2 variant. Bəzən qısı düşür, qalır ma 2 variant. Deyəsiniz, biz onu inkardan necə seçəcəksiniz? Narahat olmayın. Nitq hissəsidir. Bunu da səhv yazmışam. Hissəsidir. Məsələn, nümunə deyək. Oxumaq. Ay, sağ ol. Görmək. Sonra nə deyərsən? Olsun, kəstirmək, ucalmaq, qazdırmaq, yazışmaq, nə bilim. Ay, sağ ol, kəstirmək icbardır. Ucalmaq, olsun, atılmaq. Bütün feillər arxasına maq əlavə edirsən, nə olur? Olur, məstər. Yaxşı, bəzən olur ki, məstər mənsubiyyət şəkilçisi qəbul edir və bu zaman maqmək mamə şəklində həm yazılır, həm deyilir. Məsəl üçün, uşağın oxuması da deyə bilərsən, oxumağı da deyə bilərsən. Yəni, buradakı maməni görəndə məstər olduğunu nəzərə almaq lazımdır. Uşağın oxuması. Bəzən məstər mənsubiyyət qəbul eləyəndə, məstər üstə gəlib mənsubiyyət şəkilçisi olduqda ailə üzümə baxır, çünki mənsubiyyət şəkilçisini keçməyib Pakistaydı. Mənsubiyyət şəkilçisi qəbul etdikdə qı düşə bilər. Məsəl üçün, onun oxuması, sənin oxuman da deyə bilərik.
şəkilçisi qəbul etdikdə, q düşə bilər. Q düşə bilər. Sonra, məstərin dedik axı, bir tərəfi feildir, bir tərəfi isimdir. Gəl görək məstər feildən hansı xüsusiyyətləri götürür, isimdən hansı xüsusiyyətləri götürür. Gəl baxaq, buradan bir cədvəl çəkək. Bura yazaq, feildən götürdükləri. Görək, feildən bütün xüsusiyyətləri götürə bilirmi dədəsi feildən? Feildən, feilin xüsusiyyətləri. O biri tərəfə də yazaq, ismin xüsusiyyətləri. Ay, sağ ol. Feilin xüsusiyyətləri, bir də ismin xüsusiyyətləri. Gəl görək, feildən nə götürür? Birinci ona baxaq. Feildən onu götürübdür ki, ay uşaqlar, hərəkət bildirir, hər şeydən qabaq. Yazmaq, bax, bura yazdığınız, oxumaq, görmək, kəstirmək, ucalmaq, atılmaq, hər şeydən qabaq bir hərəkətdir. Yəni, hərəkət bildirmək xüsusiyyətini nədən götürür? Feildən götürür. Bir. Feil kimi nə edir? Hərəkət bildirir. Daha sonra, feili kimi təsdiq və inkarda olur. Sən yazmaqda deyə bilərsən, yazmamaqda deyə bilərsən. Ucalmaq da deyərsən, ucalmamaq da deyərsən. Elə? Məsələn, yazılan da deyərsən, feil sifət deyirəm. Yazılmayan da deyərsən. Deyirəm ki, görən, görməyən. Yəni, feil kimi nə bildirir? Feil sifət dedim mən sizə, aslında məstər deməliydim. Görmək, kəsmək, görməmək, kəsməmək. Yazmaq, oxumaq, yazmamaq, oxumamaq. Dinləmək, dinləməmək. Sonra nə deyərsən? Bişirmək, bişirməmək. Görsən, nə bildirir? İnkarlıq. Feil kimi inkarlıq qəbul edir. İnkarlıq qəbul edir. Daha sonra qrammatik məna növlərində olur. Qrammatik məna növlərimiz hansı idi? Məlum, məchul, şəxsiz, icbar, qarşılıq birgəlik, bir də qayıdış, icbar dedik, bir də qayıdış. Deməli, hansı olur? Qrammatik məna növlərində olur. Yəni, məlum, məchul ola bilir. Məsəl üçün, kəsmək məlum növdədir. Kəsilmək qayıdışdadır. Sonra, məhsulda da ola bilər. Qurban kəsildi, məhsuldadır. Yazmaq məlumdadır. Yazışmaq qarşılıq birgəlikdədir. Döymək məlumdadır. Döyüşmək qarşılıq birgəlikdədir. Yəni, bu da feil kimi nə olur? Qrammatik məna növlərində ola bilir. Növlərində olur. Hamısını nümunə də yazaram. Qoy görüm. Məsəl üçün, inkarlıq qəbul edir. Getmək, getməmək. Bu, bunun nümunəsi. Birdən baxanda çaşmayın. Qrammatik məna növlərində. Məsəl üçün, deyirəm ki, kəstirmək. Kəstirmək hansıdır? İcbar. Düzdürmü? Ucalmaq hansıdır? Məlum. Allah, necə də bilmirlər. Məlum. Açılmaq hansıdır? Qayıdış da ola bilər, məhsul da ola bilər. Ona görə ikisini də yazıram. Qayıdış da ola bilər, məhsul da ola bilər. Məchul. Yaxşı. Məstər özündən əvvəl gələn sözlərlə birlikdə birləşir və söz birləşməsi yaradaraq tərkib əmələ gətirir. Yazırıq. Nə əmələ gətirir? Tərkib əmələ gətirir. Tərkibi daha geniş keçəcək. Qoy, üçünü də qutaraq. Məstəri, feil, sifət, feil bağlamaq. Tərkibi keçəcək axırda. Tərkib əmələ gətirir. Sonra da getdi. Feildən 4 dənə xüsusiyyət götürdü. Feil kimi hərəkət bildirdi, feil kimi inkarlıq qəbul etdi, getmək, getməmək, qrammatik məna növlərində oldu, bir də tərkib əmələ gətirdi. Bəs isimdən nələr götürür? İsimdən də götürür, əşyanın, hərəkətin adını da bildirə bilər və nə sualına cavab verir? Nə sualına cavab verir? Məstər isim kimi nə sualına cavab verir? Məsələn, getmək, nə? Öyrənməmək, nə? Gülümsəmək, nə? Deyəsən, gülümsəmək mənim xoşuma gəlir. Nə sən xoşuna gəlir? Gülümsəmək. Görsən, isim kimi nə sualına da cavab verə bilir. Nə etmək sualına da cavab verə bilər. Amma nə sualına da cavab verə bilir. Mənsubiyyətə görə dəyişir uşaqlar.
Mənsubiyyətə mənsubiyyət qəbul edir. Məsəl üçün, mənim kitabımda deyə bilərsən. Mənim oxumağım da deyə bilərsən. Sənin oxumağın da deyə bilərsən. Mənsubiyyət nə edir? Mənsubiyyət qəbul edir. Məsəl üçün, nümunə yazaq. Yazıram. Sənin gülümsəməyin. Buradakı gülümsəməyin sözündəki in mənsubiyyət şəkilçisidir. Gülümsəməyin. 2 da y-yə keçir də, yəqin ki, onu bilirik. Bax, bu mənsubiyyət şəkilçisidir. Dariyə alıram. Və yaxud da onun əsəbləşməyi. Əsəbləşməyi. Bu maqməkdir, 2 y-yə keçirdir. Sadəcə olaraq, i gəldiyinə görə. Sonra, hallanır ay uşaqlar. Məsdər isim kimi hallanır. Baxaq, deyirəm ki, getmək, getməkdən. Və yaxud da gülümsəmək, gülümsəməyin. Görürsən, yərlik al. Və yaxud da gülümsəməyə, gülümsəməkdən xoşum gəlmir. Gülümsəməyin xoşuma gəldi. Deməli, isim kimi nə edir? Hallanır. Məsəl üçün, yazaq ki, gəzməyi sevirəm. Qoy nümunəni qırmızı ilə yazım. Gəzməyi sevirəm. Burada maqməkdir də, 2y-yə keçibdir. Və yaxud da maqməkçi ğıya keçirdik. Deyirəm ki, oxumaqdan yorulmuram. Oxumaqdan yorulmuram. Gəzməyi sevirəm təsirlik haldadır. Oxumaqdan çıxışlıq haldadır da, şəkilçisindən tanıyırıq. Oxumaqdan yorulmuram. Yorulmuram. Sonra isim kimi hallandı və cümlədə isim kimi 4. Mübtəda, tamamlıq, zərflik və ismi xəbər ola bilər. Hələ cümlə üzvlərini keçməmişik, amma keçəcək. Görəcəksiniz ki, cümlədə məsdər mübtəda ola bilir. Məsəl üçün, oxumaq hamı üçün vacibdir. Hamı üçün vacibdir. Nə oxumaq mübtədadır? Tamamlıq. Mən oxumaqdan yorulmuram. Nədən oxumaqdan bu tamamlıqdır? Zərflik. Mən Bakıya oxumağa gedirəm. Nə üçün gedirsən? Oxumağa məqsəd zərfliyidir. Mənim əsas fikrim, məqsədim oxumaqdır. Burada da ismi xəbərdir. Deməli, bir məsdər, bir isim kimi mübtəda, tamamlıq, zərflik və ismi xəbər rolunda çıxış eləyə bilir. Rolunda olur. Və cümlədə şəxs şəkilçisi də qəbul edir. Amma biz üçüncü şəxsin təkini, yəni dırdır. Üçüncü şəxsin təkinin şəxs şəkilçisini qəbul eləyə bilər. Şəxs şəkilçisini qəbul edir. Necə dedimi? Mənim məqsədim oxumaqdır. Burada hansı şəkilçidir? Dırdır. Xəbərli şəkilçisidir də. Oxumaqdır. Amma mən oxumağam deyənmirsən. Sən oxumaqsan deyənmirsən. Yalnız üçüncü şəxsin, yəni o əvəzi ilə bağlı olan dırdır şəkilçisini, şəxs şəkilçisini qəbul eləyə bilir. Feillər lüğətlərdə həmişə məsdər formasında verilir. Əgər gedib bir lüğətə baxsanız, feillər lüğətinə, məsəl üçün amonim feillər lüğətinə, orada görəcəksən ki, bütün feillərdə maqmək var. Getmək, gəlmək, görmək, görüşmək, qucaqlaşmaq, bu tipli feillərin hamısında maqmək şəkilçisini görəcəksən. Məsdər istisna olaraq bəzən təyin də ola bilir, amma bu istisna hələ ki sizə lazım deyil. Sonra, təyin kimi işlənmək məsdərin özünə aid olmayan xüsusiyyəti, bu da hələ ki sizə lazım deyil. Başqa, bu da zərflik filandır, bunlar da lazım deyil. Deməli, evdə gedib oxuyursunuz məsdərin xüsusiyyətləri, şəkilçilər nədir, feilin xüsusiyyətlərindən nəyə götürüb, isimdən nəyə götürüb, daha sonra təsriflənən feil nədir, təsriflənməyən feil nədir. Qutardı getdi, dərsiniz budur.